Deməli, salam uşaqlar, bu günləri biz yeni nəşr Kimya 2025-ci il test toplusu 1-ci hissədən səhifə 73-dən kovalent rabitənin xassələri, orbitalların hibridləşməsi mövzusunun 1-ci sualının tam izahını verirəm. 1-ci sualda nə yazıb? Propin. Propin alkinlərin homoloji sırasının propin molekulunda pi rabitəsi hansı orbitalların örtülməsindən əmələ gəlib? A bəndində yazıb hibridləşməmiş p orbitallarının örtülməsindən, p orbitalının örtülməsindən əmələ gəlib. Hibridləşməmiş nə deməkdir? Müstəviyə perpendikulyar, hibridləşməmiş bərabər Hantel formalı p orbitalları atomların mərkəzlərini birləşdirən xəttin kənarlarından, baxın kənarlardan pp elektronlarının örtülməsindən pi rabitəsi yaranır. Propin alkinlərə aiddir. Alkinlər alifatik doymamış karbohidrogenlərdir. Karbonun sayı n-dir, hidrogenin 2 mislindən 2 vahid azdır. Alkinlərdə n-in qiyməti neçədən başlayır? Alkinlərdə n böyük bərabərdir 2-dən başlayır. 2 etin və ya astilen onların ilk nümayəndəsində, birinci nümayəndəsində karbon 2 dənə, hidrogen 2-nin 2-yə vuranda 4-dən də 2 çıxanda 2 etin, ikinci nümayəndəsi isə propindir. C3, H neçədir? 4-dür. Etin qazdır, propin də qaz halındadır normal şəraitdə və propini biz açıq şəkildə yazanda propində 3 dənə karbon atomu var və karbon atomları arasında bir ədəd 3 qat rabitə var. Biri isə tək qatdır. Mina diqqətlə qulaq as. 1, 2, 3, bura bir də hidrogen. 1, 2, 3, 4. Hidrogeni yazmaya ehtiyac yoxdur. Burada da karbonun valenti 1-dir. 3-ünü də buraya yazırıq. Bu neçənci karbon? Birinci, ikinci, bu da üçüncü karbon. Deməli, biz nömrəliyirik 2 qatın burada çıxdığı karbon atomundan ən uzun zənciri seçirik və 2 qatın ona nə olan yerindən, yaxın olan yerindən. Burada da 2 qat birinci karbondan çıxır, ikinciyə daxil olur. Propin 1 yoxdur. Ona görə ki, propin ikisi mövcud nədir? Deyil. 2 qat rabitə digər karbondan çıxsa da, yəni fikirləşirik ki, propin 2 yaradacaq, o mümkün deyil. Nömrələmə bu zaman sol tərəfdən başlayır. 1, 2, 3. Yenə də olur bu propin. Yəni propinin bir dənə var propin. Propin 1, propin 2 mövcud deyil. Butin 1 var, bir də butin neçə var uşaqlar? 2. Burada pi rabitəsi hansılardır? Bunlar pi rabitəsidir. Pi-ni yaradan p elektronlardır. Burada karbonun 2 dənə p-si iştirak eləməyib hibridləşmədə. Karbon ona görə də sp hibrid vəziyyətindədir. Burada da karbonun 2 dənə p-si iştirak eləməyib sp hibrid vəziyyətindədir. Karbon isə sp3 hibrid nəyindədir? Vəziyyətində. sp, burada da nə hibrid vəziyyəti oldu? sp3. Növbəti suala keçirik. Birinci sualın cavabı biz dedik ki, pi-ni yaradan hibridləşməmiş, yəni bərabər Hantel formalı pp elektronları atomların mərkəzlərini birləşdirən xəttin, az əvvəl göstərdim xəttin, baxın mərkəzlərin birləşdirən xəttin kənarlarından pp-lərin hibridləşməmiş pp elektronların örtülməsindən yaranan rabitə pi rabitəsi adlanır. İkinci sualda deyir hansı birləşmədə 2 sigma rabitə, hansı birləşmədə? 2 sigma rabitə. 2 dənə sigma rabitə nə ilə? sp2 ilə s orbitalının örtülməsindən əmələ gəlib. sp2 nədir? sp2 karbonda ola bilər. 2 qata bitişən karbon sp2 hibrid vəziyyətində ola bilər və s isə hidrogen deməkdir. sp2 ilə s orbitalının, yəni çəksən, bax hibridlə sferik atomların mərkəzlərini birləşdirən xətt boyunca sp2 hibrid karbonun ola bilər. S isə hidrogenin örtülməsindən yaranan örtülməsi hesabına 2 sigma rabitə yaransın. Neçə dənə sigma olmalıdır? 2 dənə. Deməli, həmin maddədə mütləq 2 qata bitişən karbon atomları olmalıdır. A bəndində propan yazıb. Propan CH3, CH2, CH3. Burada 3 dənə karbon var. 3-ü də sp3 hibrid vəziyyətindədir. Ümumiyyətlə propanda sp3 hibrid vəziyyətində karbon var, amma sp2 hibrid vəziyyətində karbon yoxdur. Bu minus. Bu maddəni götürmürük. A bəndi olmaz. A bəndindəki maddə propandır. Propanın 3 karbonun 3-ü də, yəni C3H8, 3-ü də
sp3 nə vəziyyətindədir? Hibrid vəziyyətindədir. Orada pi rabitəsi yoxdur. Keçirik B bəndinə. B bəndində alkendir uşaqlar. Alkenin hansı alken yazıb? 2 metil propen yazıb. Propen deyəndə 3 karbon yazır. O N şəkilçisi var. Baxın 2-də metil var. Özü də propendir. Sonu N-lə bitir. N-lərdə 2 qat rabitə var. Alkenlərə aiddir. Alkenlər alfatik doymamış karbohidrogenlərdir. Birinci karbon, ikinci, bu da üçüncü. İkincidə metil radikalı var. Valentin ikisi gedib ikisini hidrogenlə birləşdirən 1, 2, 3, 4 valent. Bura hidrogen yazmaq olmaz. Bu karbonun yanına 3 dənə hidrogen atomu yazıram. Birinci karbon atomu, ikinci karbon atomu, bu da üçüncü karbon atomu. Pini yaradan pp elektronlardır. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2 hibridləşmədə bir p iştirak eləməyib. İkinci karbon yenə də sp2 hibrid vəziyyətində hibridləşmədə p iştirak etməyib. Və üçüncü karbon sp3 hibrid vəziyyətindədir. Qırmızı. Deməli, birinci karbon atomu burada sp2'dir. İkinci karbon atomu sp2'dir. Bu karbon atomu sp3'dir. Aşağıdakı metil radikalındakı karbon da sp3'dir. Bizə lazımdır sp2 ilə s arasında. Yəni, 2 qata bitişən karbon bu karbondur. Uşaqlar, bir də bu karbon. Bu karbonun yanında 2 dənə hidrogen var. sp2 ilə s'in örtülməsindən sp2 ilə s'in örtülməsindən yaranan sigma rabitə 2 dənədir. Elə bu nə bəndə olacaq? B bəndi. Ona görə ki, 2 qata bitişən karbona 2 dənə hidrogen birləşib burada. Bu karbonun yanında hidrogen yoxdur. Digər karbonları da üstünə xətt çəkirik. Bunlar sp3 hibrid vəziyyətindədir. Baxın, sp3 ilə nə arasında ola bilər? S arasında da burada sp3 ilə S arasında rabitə ola bilər. Bizə isə lazımdır sp2 hibridi orbitalı ilə s'in örtülməsindən. Cavab oldu B bəndi. Bir də təkrar edirəm. Karbonun sp2 hibrid orbitalı hibrid vəziyyətində olması üçün mütləq neçə qat rabitə olmalıdır? 2 qat rabitə. sp2 ilə s'in örtülməsindən mütləq neçə qat rabitə olmalıdır? 2 qata bitişən karbon olmalıdır. S-dəki hidrogen arasında. 2 qata bitişən karbonla hidrogen arasında və bu propendən ikincidən, propen sözündə 3 dənə karbon var, ikincidən hidrogeni çıxıb metil və bura bir CH2 yazıram, burada bir CH3 yazıram. Bu birinci karbonun pini yaradan pp elektronlardır. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2. Bu karbon da sp2 hibrid vəziyyətindədir və aşağıdakı karbon sp3 hibrid vəziyyətindədir. Bu da sp3'dir. sp2 ilə s'in örtülməsindən neçədə sigma rabitə var? 2-də. Bunun yanında diqqətlə fikir verin, hidrogen atomu yoxdur. Yəni bizə lazımdır sp2 ilə s arasında 2-də sigma. 2 qata bitişən karbon ilə, baxın bu karbon 2 qata bitişib. Karbon ilə hidrogen arasında rabitə. Bu karbonun yanında hidrogen atomu. Bu ikinci karbon, baxın burada hidrogen atomu yoxdur. Yalnız bu karbonda sp2 ilə s arasında 2 dənə sigma rabitə oldu. Cavab nə bəndidir? B bəndi. Digər sualların analizinə baxanda C bəndini ümumiyyətlə götürmək olmaz. C bəndində inlərə aiddir. İnlərdə 3 qat rabitə var. Karbon 4 valentlidir. 3 valenti var. 1 valentin hidrogen birləşdirirəm. Burada karbonun valenti 4'dür. Yanına hidrogen yazmaq olmaz. Karbonun valentin 1'i var. 3'ün də nə ilə əvəz edirəm? Hidrogenlə. 1, 2, 3. 3 qat rabitə varsa maddə propindir. Propin alkinlərin homoloji sırasının xeyr ikinci nümayəndəsidir. İkinci neydi? Nümayəndəsi. Çünki alkinlər doymamış alfatik karbohidrogenlərdir. N böyük bərabərdir 2-dən başlayır. Yəni 2 onların ilk nümayəndəsi. Karbonu 2 dənə olan 2. Hidrogen 4'dən 2 çıxanda 2. Bu maddənin adı nə oldu? Etin və ya asetilin. Asetilin. Etin və ya asetilin onların ilk nümayəndəsidir. Sonraki nümayəndəsi propindir. Bax, bu indi yazdığım maddə propindir. Propin necə? Propində yalnız karbonu hesablayıram 3. Hidrogen onun neçə mislindən? 2 misli 6'dır. 2 vahid kiçikdir 4. Bu onun propin alkinlərin neçənci nümayəndəsidir? İkinci nüm yazadıq qısa nümayəndəsidir. Orada ümumiyyətlə 3 dənə karbon var. Az əvvəl çəkdiyim kimi neçədə karbon var idi? 3 dənə.
Və bu karbonun birinci karbon nə hibrid vəziyyətindədir? sp. Çünki hibridləşmədə neçədə p iştirak eləməyib? 2 dənə. P-ni yaradan hibridləşməmiş. Bunlar ikisi də pi rabitəsidir. P-ni yaradan, baxın, pi rabitəsini yaradan p elektronları. Hibridləşməmiş bərabər hantel formalı. P-nin ikisi iştirak eləməyib. Burada da ikisi iştirak eləməyib. Bu karbon da sp-dir. Bu karbon da sp-dir. Bu karbon sp3'dür. Yəni birinci, ikinci, üçüncü. Burada sp2 hibrid vəziyyətində karbon atomu yoxdur. Sonra digərində yenə burada Y bəndində izobutan yazıb. İzobutan ilk dəfə şaxələnmə alkanlarda izobutanda əmələ gəlir. İzobutanın beynəlxalq adı nədir uşaqlar? 2 metil, 2-də 1, 2, 3, bura bir hidrogenin biri çıxıb metilinə əvəz olunub. 2 metil propan. Beynəlxalq adı nədir bunun? 2 metil propan və ya digər adı izo nə deyirlər ona? Butan, izobutan. 4 dənə karbon var. Şaxəli alkandır. Hidrogen 10 2 misli, 4-ün 2 misli 8, 8-in üzrə 2 gələndə 10. Alkanlar homoloji sırasının 4-cü nümayəndəsindən başlayaraq izomerlik hadisəsi meydana gəlib. Karbon 4 dənə karbonun 4'ü də sp3 hibrid vəziyyətindədir. Burada da sp2 hibrid vəziyyətində karbon atomu yoxdur. sp2 hibrid vəziyyətində karbon atomu 2 qata bitişən karbonlarda olur. O da alkenlər sinifində olur. Alkenlərdə və bir də aromatik karbohidrogenlərdə benzol həlqəsindəki karbonlar sp2 hibrid vəziyyət. Burada da alken cavabı tapmış o B bəndidir. Amma D bəndində yazıram. D bəndində alken yazıb uşaqlar. Alken hansı alkendir? Alkenin adını yazım. 2 metil buten. Buten. Neçədir bu? 2. Buten sözündə 4 dənə karbon var. İkincidə metil var. Nömrələmə belə gedib özdə bunlarda. İkincidən metil var. İkincidən həm də N. 2 qat rabitə neçənci karbondan çıxır? 2-dən çıxır. Bu 3'dür. Bu neçənci karbondur? 4-cü. Nömrələmə sol tərəfdən gedib. 2 metil 1, 2, 3, 4. Bura bir hidrogen atomu. Burada da bir CH3 yazıram. Bu maddənin adı nə oldu? 2-də metil var. Əsas zəncirin uzunluğu 4'dür. Butandan ana attım. N şəkilçisindən əvəz elədim. Və 2 qat rabitdən çıxdı karbon. Buten neçə oldu burada? 2. Bu karbon P-ni yaradan pp elektronlardır. İkinci karbon sp2 hibrid vəziyyətindədir. Və üçüncü karbon sp2 hibrid vəziyyətindədir. sp2 ilə S arasında burada neçədə sigma rabitə var? 1 dənə. Baxın bu karbonu baxırıq. sp2 ilə S arasında, yəni bu karbonla hidrogen arasında hidrogen nəyə qədərdir? Say qədər. Bu karbonun yanında hidrogen atomu yoxdur. Digər karbonlara niyə baxmırıq? Bunlar hansı hibrid vəziyyətindədir? sp3 nə vəziyyətindədir? Hibrid vəziyyətindədir. Başa düşürsünüz uşaqlar? sp2 ilə 2 qata bitişən karbonla S arasında baxın burada neçədən sigma rabitə var? Hidrogenə baxın 1 dənə. Da bu karbonun yanında, ikinci karbonun yanında hidrogen atomu nədir? Yoxdur. Amma bizdən isə o rabitədən neçədən soruşurlar? 2 dənə. Cavab nə bəndə idi? B bəndi. Nə bəndə idi orada? B. Bir də izah verə bilərəm başa. Keçirik 3-cü suala. 3-cü sualda nədir? 3-cü sualda molekulunda cəmi 13 sigma rabitə olan alkan. Alkan necə yazır o? Sen, H2 plus 2. Alkanlarda sigma rabitə atomların sayından bir vahid azdır. Neçə vahid azdır? 1 vahid. Bu N'dir. Üstə gəlmək 2M plus 2. O da bərabərdir. 3M plus 2 dənə atom var. Sigma rabitə isə atomların sayından neçə vahid azdır? 1 vahid azdır. O da eləcə 3M plus 2 idi. 1 dənə sigma rabitə var. Sigma rabitənin sayı 13'dür. 3-cü sualda deyir, molekulunda cəmi 13 dənə sigma rabitə olan alkan. Cəmi neçədə sigma rabitə olan? 13 də sigma rabitə olan alkanda sp3 hibrid orbitallarının bir-birini örtməsi nəticəsində neçədən sigma yaranır? Sual işarəsi. Əvvəl biz bu karbonun sayını müəyyən eləməliyik. N-i. Yəni alkanlarda karbon atomu N-dir, hidrogen atomunun sayı 2N plus 2'dir. Cəmləyəndə 3M plus 2 qədər atom var. Sigma isə atomların sayından bir vahid azdır.
Yəni atomun sayı 3n plus 2-dir. Ondan da 1 çıxanda 3n plus 1 bərabərdir 13 olur. 3n də bərabərdir 13-dən 1 çıxanda 12, n də bərabərdir 4-ə. Eni 4 olan alkan C4 H10-dur. Butan alkanların homoloji sırasının 4-cü nə idi? Nümayəndəsidir. Və burada 4 də karbonun 4-ü də sp3-dir. sp3 ilə S arasında sp3 ilə sp3 arasında soruşur. Uşaqlar, sp3 ilə nə arasında soruşur? Biz tapdığımız alkan C4 H10-dur. Bizə də sual verir ki, sp3 ilə sp3 karbonla karbon arasında sigma rabitə. Karbonun sayından neçə vahid az olmalıdır? 1 vahid az. Orada da 3 dənə sigma var ki, sp3 ilə sp3 hibrid orbitalının örtülməsindən əmələ gəlir. Cavab neçə oldu? 3. O da Y bəndi. Ona görə Y bəndidir ki, alkanlar alfatik karbodrogenlərdir. Və birdən bu hibrid orbitalların çəkməyi istəsə, hibridin neynəməsindən? Örtülməsindən atomların mərkəzlərini birləşdirən düz xətt boyunca sp3 hibrid orbitalı ilə sp3 hibrid orbitalının örtülməsindən neçə sigma yarandı? 3 sigma rabitə yaranır. Növbəti sual Y bəndindedir. Növbəti sual 4-cüdür. 4-cü nə gəlir uşaqlar? 4-də deyir ki, molekulunda cəmi 13 sigma rabitə olan alkan. Alkanda karbon N-dir, hidrogen onun 2 mislindən 2 vahid çoxdur. Karbon atomunun sayı N qədərdir. Deyir 13 sigma rabitəsi var. 13 cəmi nə rabitəsi var? Sigma. Və neçə dənə sigma rabitə sp3 ilə S-in örtülməsindən əmələ gəlir. Eynən biz necə yazırıq? Karbon N qədər, hidrogen 2N plus 2-dir. Atomları cəmləyəndə 3n plus 2 qədər atom var. Sigma rabitə isə atomların sayından bir vahid nədir? Azdır. Sigma rabitə o da bərabərdir 13-ə. 3n də bərabərdir 13-dən 1 çıxanda 12. N də bərabər 4-ə. Eni 4 olan alkan C4H10. C4H10 butandır. Butan alkanların homoloji sırasının 4-cü nümayəndəsidir. Və burada karbonla hidrogen arasında rabitə soruşur. Ona görə ki, karbonlar hamısı nə hibrid vəziyyətindədir? sp3 ilə S arasında rabitə 10 sigma rabitə var. Yəni sp3 karbonda, S isə nəyində? Hidrogenin orbitalıdır. sp3 ilə S-in örtülməsindən hidrogenin nəyi qədərdir? Sayı qədər sigma rabitə var. Cavab nə bəndi oldu? A bəndi. Çəkmək lazım olsa hibrid orbitalların çəkib təsvirini yazmaq. Bu sp3 hibrid orbitalı, baxın təsviri. Bu da S orbitalının örtülməsindən atomların mərkəzlərini birləşdirən xətt boyunca sp3-ün S-in örtülməsindən 10 sigma rabitə var. 5-ci suala keçidilir. 5-ci sualda nədir? Deyir 5-də deyir hansı rabitə etil spirtin suda həll elədilər. Etil spirtin formulu necə idi uşaqlar? Etanol. Etandan hidrogenin biri çıxır, bir də hidroksid qrupu əlavə edirlər. Bir də suda məhv olur. Etil spirti, bunun adı etil spirti. Sonra nə deyirlər? Etanol. Və bir də adı var uşaqlar, çaxır spirti. Çaxır nə deyirlər ona? Spirti. Spirt su ilə neçə cinsli qarışıq əmələ gətirir? Eyni cinsli qarışıq əmələ gətirir. Etanol normal şəraitdə maye halındadır, su da maye halındadır. Spirti su ilə istənilən miqdarda qarışdırmaq olar. Spirt su ilə neçə cinsli qarışıq əmələ gətirir? Bir cinsli. Spirt suyun içərisində adi gözlə görünmür. Deyir ki, burada 1, 2, 3 etil spirtin suda məhlulunda molekullar arasında hidrogen rabitəsinin yaranması hansı halda doğru göstərilmişdir? Birincidə nə yazıb uşaqlar? Etil spirtin suda həll etdikdə su ilə su arasında hidrogen rabitəsi yaranır. Su bucaq quruluşdur. Su ilə, bir su molekulu ilə digər su molekulu arasında 3 nöqtə ilə göstərilən nə rabitəsi var? Hidrogen rabitəsi var. Spirti suda həll etdikdə su molekulları arasında hidrogen rabitəsi yaranır. Ona görə ki, su molekulunda hidroksid qrupu var, OH qrupu var. Birinin hidroksid qrupundakı oksigen ilə digər molekulun hidroksid qrupundakı, baxın, OH hidroksid qrupundakı hidrogen arasında, baxın, oksigenlə bunun hidrogeni arasında, yenə də bunun oksigenlə digər molekuldakı hidroksid qrupundakı hidrogen arasında 3 nöqtə ilə göstərilən hidrogen rabitəsi yaranır. İkinci,
Spirtlə su molekulu arasında spirti belə yazmaq olar. Yəni OH yazıram, etili aşağıda yazıram. Etandan hidrogenin biri qopmuşdu OH. Hidroksid qrupu var. Spirtlə su molekulu arasında hidrogen rabitəsi yaranır. Baxın, spirtlə su molekulu arasında 3 nöqtə ilə göstərilən hidrogen rabitəsi yaranır. 1 doğrudur, 2 doğrudur və spirtlə spirt molekulları arasında yaranır. Bu spirtlə nə molekuludur? Su. Baxın, spirt, su molekulu, spirt, yenə su molekulu, yenə də spirt yazmaq olar. Və üçüncü hansı rabitə yaranır? Üçüncü uşaqlar spirt molekulları arasında spirt, etanol molekulları arasında hidroksid qrupundakı oksigen ilə digərinin hidroksid qrupundakı hidrogen arasında 3 nöqtə ilə göstərilən hidrogen rabitəsi var. Amma kovalent rabitədən neçə dəfə zəifdir? Kovalent rabitədən 15 dəfə zəifdir. Molekullar arasında dəfələrlə təkrar olunduğuna görə molekula nə verir? Möhkəmlik verir. Etil spirti suda həll olduqda spirtin formu necə oldu? C2, H6-dan hidrogenin biri çıxdı, OH, etanol, etil spirti və çaxır spirti su həll edicidir. Spirt nə olandı? Həll olan. Su nədir bə? Həll edici. Yəni bu spirt suyun içərisində adi gözlə neynir? Görünmür. Bu zaman 3 dənə rabitə yaranır. Su molekulları arasında hidrogen rabitəsi, su ilə spirt ilə su arasında hidrogen rabitəsi və spirt ilə spirt arasında. Çünki hər ikisində nə qrupu var? Hidroksid qrupu var. Birinci rabitə də doğrudur, 2 də doğrudur, 3 də doğrudur. Cavab nə bənd oldu? 1, 2, bir də 3 B bəndi. Sonra keçirik 6-cı suala. Bu dəqiq başa düşdürsə uşaqlar ehtiyac var. Bir də izah edin 5. 6-cı sualda deyir ki, metil spirti. Metanı bilirsiniz CH4-də hidrogenin biri qopdu. Əvəzinə bir OH yazıram. Metanol, metil spirti, karbinol və oduncaq spirti. Metil spirti suda həll edilən spirt nə olandı? Həll olan su nədir bə uşaqlar? Həll edici. Həll olan həll edici içərisində adi gözlə görünmür. Metil spirti su ilə istənilən nisbətdə qarışdırmaq olur. Spirt mayedir, su da mayedir. Və hansı qarışıq əmələ gətirir? Homogen qarışıq. Homogen sözünün mənası eyni cinsli qarışıqdır. Yəni bir cinsli, eyni cinsli və homogen. Həll olan maddə həll edici içərisində adi gözlə görünmür. Birinci su ilə su molekulu 1. Su molekulları arasında yaranır. Hidrogen rabitəsi 3 nöqtə ilə su molekulları arasında yaranan hidrogen rabitəsi var. Digərində spirtlə su arasında yaranır və sonunda spirtlə spirt molekulları arasında yaranır. Üçü də doğrudur. 1, 2, 3. Deyir burada metil spirtin suda məhlulunda molekullar arasında hidrogen rabitəsinin yaranması hansı halda doğrudur? 3 halın 3-ündə də doğrudur. Birinci halda bir də təkrar edirəm. Su molekulları arasında birinin hidroksid qrupu ilə digərinin hidrogeni arasında yaranır. Su molekulları arasında yaranır. İkincidə spirtlə su molekulu arasında. Spirt molekulunda OH belə yazıb, metili aşağı yazıram. Baxın, CH3OH oldu da hidroksid qrupu ilə su molekulundakı hidrogen arasında. Yenə 3 nöqtə ilə su molekulu ilə spirt molekulu arasında. Və üçüncüdə spirt molekulları arasında 3 nöqtə ilə göstərilən hidrogen rabitəsidir. Hidrogen rabitəsi molekullar arası cazibə qüvvəsini artırır. Əslində bu kovalent rabitədən 15 dəfə zəifdir, amma dəfələrlə təkrar olunduğuna görə molekula möhkəmlik verir. Molekullar arası, baxın, molekulun aralarında yaranır. Cazibə qüvvəsini neynir? Artırır. 3 nöqtə ilə qeyd olunur. Su molekulları arasında, spirtlə su molekulları arasında, spirtlə spirt molekulları arasında hidrogen rabitəsi yaranır. Cavab B bəndi. Keçdik 7-yə. Hansı birləşmə xətti quruluşa malikdir? Biz hər dəfə keçmişik. Su bucaq quruluşdur A bəndində. Suda neçə dərəcəli bucağı var? Kör bucağı. Suyun bucağı nə qədərdir? 104,5 dərəcəli bucaq var. 104,5 dərəcəli bucaq var və oksigen sp3 hibrid vəziyyətindədir. S-də 1, P-də 3. 4 hibrid orbital var. 4 hibrid orbitalı. sp3 ilə S-in örtülməsindən 1 sigma. Burada da sp3 ilə S-in örtülməsindən 1 sigma. İkisi sərbəstdir. 4 dənə hibrid orbitalından ikisi sp3 ilə S-in örtülməsindəndir.
İkisi sərbəst və bölünməyən cütü saxlayır, elektron cütü saxlayır. sp3 ilə S arasında, burada yenə sp3 ilə S arasındadır. İkisi də sərbəstli bölünməyən elektron cütü saxlayır. Su bucaq quruluşa malikdir. Su molekulunun daxilində baxın kovalent polar rabitə var. Bəs molekul arasında deyəndə suda bir dənə molekul yoxdur, en qədər molekul var. Molekullar arasında isə 3 nöqtə ilə göstərilən hidrogen nəyi var? Rabitəsi var. Molekullar arasında, su molekulları arasında 3 nöqtə ilə göstərilən hidrogen rabitəsi var. Deməli, su bucaq quruluşdur, bu getdi. Uşaqlar, suyun bucağını yadınızda saxlayın. Bir də təkrar edirəm. Su tetraedrik quruluşdur. 4 təpəli deyirlər. Tetraedrik özdə düzgün olmayan tetraedrik 104,5 dərəcəli bucaq var. H2S bucaq quruluşa malikdir. Lax yumurta ilə hidrogen nə qazıdır bu? Hidrogen sulfid qazı. Qaz deyəndə əvvəlcə hidrogen sözü yazılır. Hidrogen sulfid qazı, lax yumurta ilə qazdır. Burada 92 dərəcəli bucaq var. Yadınızda saxlayın uşaqlar. Bucaq quruluşa malikdir. 92 dərəcəli bucaq var. Həmin bucaq nə bucaqdır? Bucaq şəkli çəkirik. Hidrogen, kükürt, hidrogen. Bucaq neçə dərəcədir? 92 dərəcəli bucaqdır. Yəni bucaq quruluşa malikdir. Karbon 4 oksidi xətti quruluşa malikdir. Karbon 4 oksid necə yazılır? Karbon 4 oksid. Baxın, karbonun valenti 4'dür. Burada da oksigen. Baxın, bu karbon 4 oksidi. Bunun köhnə adı nədir? Karbon 4 oksid. 2 bura gəldi. Birinci adı karbon. Neçə oksid deyirlər? 4 oksid. Köhnə adı. Əvvəllər qeyri-metal oksidlərini adlandırarkən qeyri-metalın adın, valentin və bir dənə kəlməsin oksid. İkinci karbon qeyri-metal olduğuna görə beynəlxalq adı karbon, oksigen 2 dənə olduğuna görə dioksid və üçüncü adı da karbon qazıdır. Nə qazı deyirlər buna? Karbon qazı qeyri-metal oksididir. Baxın, qeyri-metalın oksididir. Ona görə də turş oksiddir. Və burada karbon kumülə olunmuş vəziyyətdədir. Yəni bir dənə karbona neçədə 2 qat rabitə birləşib? 2 dənə. Karbon burada sp hibrid vəziyyətindədir. Ona görə ki, pi-ni yaradan hibridləşməmiş pp elektronlarıdır. Karbonun neçədə p-si hibridləşməyib? 2 dənə p-si hibridləşmədiyinə görə karbon nə hibrid vəziyyətindədir? sp hibrid vəziyyətində 2 hibrid nəyi var orada? Orbitalı. 2 dənə hibrid orbitalı. sp-nin biri buradadır, biri burada. Sigma rabitəni yaradan sp ilə p-nin örtülməsindən, burada da sigma yenə sp ilə p-nin örtülməsindən. Bir də təkrar edirəm, karbon 4 oksidi kimyanın ilk anlayışında da var idi. Xətti quruluşa malikdir. Bu pi-dir, bu da pi-dir. 2 dənə pi rabitəsi var və 2 də sigma rabitəsi var. 180 dərəcəli bucaq olmasının səbəbi pi-ni yaradan pp elektronlardır, hibridləşməmiş. Karbonun 2 dənə p-si hibridləşməyibsə, karbon o zaman nə hibrid vəziyyətindədir? sp. Nə hibrid vəziyyətində? sp. sp hibrid vəziyyətinin biri burada, biri burada. sp isə 180 dərəcəli bucağı var, xətti quruluşdur. sp ilə də p-nin örtülməsindən bir sigma burada, bir də sigma burada. Oksigenin 2 də p elektronu var, çünki oksigenin sonu necə idi? ns2 mp4. S-in bir də orbitalı var. Anti nədir bu? Paralel. P-də orbital neçədədir? 1, 2, 3. 3 də orbital var. 2 də tək elektronu var. Təkin biri buradadır, biri də burada. Yenə də oksigen 2 də tək p elektronu. sp ilə p-nin örtülməsindən 1 sigma, bir də burada 1 sigma. P-ni yaradan isə pp elektron. Xətti quruluş karbon 4 oksidindədir. Etan alkanlara aiddir. Alkanların içərisində heç bir karbohidrogen asitilindən başqa xətti quruluşa malik deyil. Çünki buradakı karbonlar nə hibrid vəziyyətində? sp3 4 dənə hibrid orbitalı var hər karbonun. 2 karbonun isə 2-ni vurmaq lazımdır 4-ə, 8 dənə hibrid orbitalı var. Və bütün karbohidrogenlər bucaq quruluşa malikdir. Alkanlarda bucaq 109 dərəcə 28 dəqiqəli bucaq var. Yəni karbon 2 dənədir. Hidrogenə 1 valenti karbona birləşib 3 hidrogenə, 1 valenti karbona 3 hidrogenə. Karbon nə hibrid vəziyyətindədir? sp3 bu karbonda
sp3 hibrid vəziyyətindədir. Tetraedrik quruluşdur, 4 təpəli. Bu da tetraedrik niyə malikdir quruluşa? 4 dənə hibrid orbitalı varsa, tetraedrik niyə malikdir quruluşa? Bucaq quruluşdur. Sonra C3H6 ya bu sikloalkandır, ya da alkendir. Bütün karbohidrogenlər bucaq quruluşa malikdir. Bir dənə astilendən başqa. Astilen alkinlərə C3H6 hansı düstura uyğun gəlir? C3H6 ya CnH2-dir. Yəni karbonun sayı 3'dür, bu da 6. Ya bu siklopropandır. Siklopropanda karbon 3 dənə karbon, 1, 2, ikisi hidrogendən birləşib. Baxın, ikisi də karbona birləşib. Düyün nöqtələrində metlenlər yerləşir. Ya da bu düstura uyğun olan ya sikloalkan ola bilər. Sikloalkan, siklopropan ya da alken ola bilər. Alkenin də düsturu belədir. CnH2 alkenlərin 3 dənə karbonu olan alken propendir. CH2, H, buradan da CH3. Nömrələyəndə 1, 2, 3. Bu karbon sp3'dir, tetraedrik quruluşdur. Bu sp2'dir, müstəvi 3 bucaqlısı, 3 hibrid orbitalı var. Burada da P-ni yaradan PP-dirsə, P-nin biri gedəndə sp2 hibrid vəziyyətindədir. Hansı vəziyyətdədir? sp2. Sikloalkanlarda isə nə qədər karbon varsa, hamısı nə hibrid vəziyyətindədir? sp3. Hər ikisi bucaq quruluşa malikdir. Bilmirik də hansıdır. Ya bu siklopropandır, ya da propendir. Bunlar nə arası izomerdir? Sinif arası izomerdir. Hər ikisinin tərkibi eynidir, lakin quruluşları müxtəlifdir. Nəyi müxtəlifdir? Baxın, tərkib C3H6'dır, amma quruluşlar nə oldu uşaqlar? Fərqli. Tərkibləri eyni olub, quruluşları fərqli olan maddələrə nələr deyirlər? İzomerlər deyilir. Yəni bir dənə karbohidrogenlər içərisində bir karbohidrogen, C2H2, etin və ya başqa adı nə deyirlər ona? Asetilen. Yalnız bu xətti quruluşa malikdir. İnlərə aiddir 2 karbon atom var. Aralarında 3 qat rabitə var. 1, 2, 3 hidrogen. Burada bir hidrogen. Birinci karbon, bu da ikinci karbon. P-ni yaradan PP elektronları nə hibrid vəziyyətində? sp. Burada da sp hibrid vəziyyətindədir. sp olanda s-də bir dənə, p-də bir dənə. 2 hibrid orbitalı var. Burada da 2 hibrid orbitalı. Hər karbon əgər sp hibrid vəziyyətindədirsə, 2 hibrid orbitalı var. Baxın, s-də bir dənə, p-də də bir dənə. Hərəsində 2 də bunda, 2 də bunda, 4 də. Bu 2 də hibrid orbitalı bir-birini elə itəli ki 180 dərəcəli bucaq əmələ gətirir. Xətti quruluş verir. Ona görə burada da 180 dərəcəli bucaq. Və yeganə karbohidrogendir ki, C2H2 xətti niyə malikdir? Quruluşa malikdir. Qalan heç bir karbohidrogen, yəni indeksi nə olursa olsun, istər doymuş, istər doymamış, istərsə də aromatik karbohidrogenlər bucaq quruluşa malikdir. C2H2-dən başqa. C2H2-də isə 180 dərəcəli bucağı var. Yəni C2H2 alkinlərin ilk nümayəndəsidir. Alkinlər və ya başqa adı asetilen sırası doymamış karbohidrogenlər. İnlər CnH2 -2'dir və en böyük bərabərdir 2-dən başlayır. Elə ilk nümayəndəsi N'in qiyməti 2-dirsə, karbon 2, hidrogen isə 4'dən 2 çıxanda C2H2. Etin və ya nə deyirlər ona? Astilen. Etin və ya astilen deyirlər. Karbon atomu, 2 karbon atom var və bu karbon atomları arasında 3 qat rabitə var. Bura bir hidrogen atomu, burada da bir hidrogen. Bu sigma rabitədir, bu da sigmadır, bu da sigmadır. Bunlar isə pi rabitələrdir. Pi-ni yaradan hibridləşməmiş PP elektronlardır. Karbonun 2 P'si gedəndən sonra S-də bir dənədir, P-də də 3 də elektronu var idi. Karbon həyəcanlananda S-də 1 elektronu, P-də 3 dənə elektronu qalırdı. Və P-nin neçəsi hibridləşmədə iştirak eləmir? İkisi iştirak etməyəndə nə hibrid və sp hibrid vəziyyəti, bu da sp. sp-də S-də 1, P-də 1, 2 hibrid orbitalı bu karbondadır. 2 də hibrid orbitalı buradadır. Ona görə də bu 180 dərəcəli nə əmələ gətirib? Bucaq
əmələ gətirir, xətti quruluşdur. Cavab C bəndi, amma orada astilen yox, karbon neçə oksiddir? 4 oksiddir. Növbəti 8-ci suala baxaq. 8-ci sualda çox maraqlı maddədir. Ləman fikir ver. Vinil astilen. Vinil deyəndə uşaqlar, vinil deyəndə 1-2 qat rabitə yazırıq. Birbaşa vinil etendən və belə etendən hidrogenin neçəsi qopub? 1-i. Bu radikalın adı nədir? Vinil radikalı. Vinil. Asetilen bitişi yazıblar. Asetilen. Astilen deyəndə alkinlərin neçənci nümayəndəsi? İlk nümayəndəsində 2-dir karbon atomlar və onlar arasında neçə qat rabitə var? 3 qat. Baxın, vinil. Buradan astilen deyəndə 1, 2, 3, 4-cü hidrogendir. 1, 2, 3, 4. Vinil astilen deyəndə bu astilenin nə idi? Törəməsidir. Astileni biz necə yazırıq? Baxın. Astileni yazıram, siz diqqətlə baxın. Astilen, bəli, astilen alkinlərin homoloji sırasının ilk nümayəndəsidir. Astilen deyəndə karbon 2, hidrogen, alkin deyəcəm. Əvvəl düsturun yazım. CnH2n minus 2-dir. C2H2 2 karbon atomu yazıram və aralarında neçə qat rabitə var? 3 qat. Karbonun 1, 2, 3 valenti, 4-cü valentinə də hidrogen birləşib. Birinci karbon, bu da ikinci. Bu maddənin adı etin və ya nə deyirlər ona? Asetilen. Asetilen. Asitilendən hidrogenin neçəsi qopur? 1-i, əvəzinə vinil radikalı birləşir. Nə radikalı birləşir? Vinil. Vinil radikalı necə yazırıq? Vinil deyəndə biz nə yazmalıyıq? Vinil deyəndə, baxın, etendən, eten. Neçə qat rabitə var? 2 qat. Burada H2, buradan da H2. Bu etendir. Eten və ya başqa adı nə deyirlər? Etilen və ya etilen. Etilen. Etilenden bir hidrogen atomu qoparaq. Bir hidrogen qoparaq. Neçədə hidrogen qoparaq? Bir dənə hidrogen qoparırıq. Və əmələ gələn radikal necə yazırıq? CH2 2 qat rabitə, CH bir də xət. Bu vinil radikaldır. Nə radikaldır? Vinil. Baxın uşaqlar, vinil doymamış radikaldır. Neçə valentli radikaldır? 1 valentli. Vinillə də astileni birləşdirəndə əmələ gələn maddənin adı olur vinil astilen. Nə deyirlər ona? Vinil astilen necə yazırıq? Artıq vinil astilen deyəndə əvvəlcə nəyə yazırıq vinili? Vinil deyəndə bir dənə neçə qat rabitə? 2 qat rabitə yazırıq. Bir dənə 2 qat rabitə. Astilen deyəndə isə bir dənə astilen törəməsi kimi baxırıq. Baxın, bir dənə 3 qat rabitə ilə birləşdirin. Baxın, belə şəkildə yazın. Sonra hidrogen. Bu vinildir uşaqlar, bu astilendir. Bu da vinildir. İndi astilen deyəndə 1, 2, 3, bir dənə hidrogen atomu. 1, 2, 3, 4. Buradakı hidrogen çıxıb. Hidrogen, astilendəki hidrogen C2H2 deyildi. Hidrogenin biri qalıb, amma digər hidrogen nə ilə əvəz olunub? Vinillə nə edib? Hidrogen buradan qopub, əvəzinə vinil gəlib. Vinil radikalını necə yazırıq? Vinil radikalını yazanda yazırıq H2. Buradan da 1, 2, 3, H. Etendən hidrogenin biri qopanda vinil, bu maddənin adı nə oldu? Vinil. Vinil və bütöv bu qırmızıyla yazdığım asetilen. Vinil asitilenin beynəlxalq adı kitabda yoxdur, amma mən siz üçün yazıram uşaqlar. Nömrələyəndə necə nömrələyirlər? 2 qatdan nömrələyirlər. Yazırlar buten, N1, N 2 qat rabitə birinci karbondan çıxır. İn, ardıca şəkilci yazılır. İn 3. Bax, belə bir adı var, beynəlxalq adı. Bu səmərəli adıdır. Karbon burada 4 dənə. Hidrogen də 3, burada da 1, 4. Baxın, C4, H4. Karbonu neçə dənədir? 4 dənə. Hidrogen də 4 dənədir. Burada yazıb birinci karbon nə hibrid vəziyyətindədir? P-ni yaradan PP-dir. sp2 hibrid vəziyyətindədir. İkinci karbon sp2 hibrid vəziyyətindədir. Burada isə hibridləşmədə baxın 2 də P iştirak eləmir. P-ni yaradan PP elektron olduğuna görə sp hibrid vəziyyətindədir. Bizdən soruşur ikinci və üçüncü karbon. İkinci karbon 2 qata bitişdiyi üçün sp2 hibrid vəziyyətindədir. Üçüncü karbon isə P2 dədir burada. 3 qata bitişdiyi üçün sp hibrid vəziyyətindədir. sp2, sp A bəndi. Vinil astileni əzbərdən yazmağı öyrənin uşaqlar. Vinil deyəndə bir də təkrar edirəm. Eten 1, 2 qata.
Bir dənə də neçə qat rabitə bitişdirir? 3 qat rabitə. Vinildir bu. Baxın, vinil buradadır. Vinil. Etendən hidrogenin biri qopdu. Vinil. Bu da nədir be? Astilen. Yığanda C4, H4. Karbonun sayı hidrogenin sayına nədir? Bərabərdir. Karbonu 4-də olanlar nə halındadır? Karbohidrogenlər 1-dən 4 daxil olmaq şərti ilə qaz halındadır. Birinci nömrələmə buradan yazıb 2, 3, 4. Vinil astilenin beynəlxalq adı nədir? Buten, N neçəncidən çıxır? 1. Sonra in şəkilçisi 3-dən. Yazdım az əvvəl. Buten 1, in 3. Bu birinci karbon. Pi rabitəsini görürsünüz. Pini yaradan P elektron. P'nin biri hibridləşməyib. sp2 hibrid vəziyyətindədir. İkinci karbon yenə də sp2 hibrid vəziyyətində. Burada da P'nin ikisi iştirak etməyib. sp. Burada da pini yaradan pp elektronlardır. Bu da sp. İkinci karbon burada yazılıb sp2 hibrid vəziyyətində. Üçüncü karbon isə sp hibrid vəziyyətindədir. Cavab nə bəndə oldu? A bəndi. Sonra 9-cu suala baxırıq. 9-cu sualda nə deyir? 9-da deyir ki, etanda, etan necə yazırıq? C2, H6, etan alkanların homoloji sırasından neçənci nümayəndəsidir? İkinci nümayəndəsidir 9-cu sualda. Etan molekulunda karbonla hidrogen arasında rabitə. Karbonlar 2-dən karbonun ikisi də sp3 hibrid vəziyyətindədir. Hidrogen də nə orbitalı var? S orbitalı. sp3 ilə nəyin örtülməsindən? S-in örtülməsindən. Bizə sual verir ki, karbonla hidrogen arasında hansı orbitalların örtülməsindən yaranıb? sp3 ilə S-in, o da cavab nə bəndə oldu? A bəndi. Hibridlə, yəni dartılmışla, baxın, hibridləşmiş sp3 ilə bu nəyin örtülməsidir? S-in, atomların mərkəzlərin birləşdən xətt boyunca sp3 ilə S-in örtülməsindən yaranan sigma rabitə var. Karbonla hidrogen arasında kovalent hansı rabitə var? Polar rabitə. Polar rabitə. Sonra keçdik o biri suala, uşaqlar. O biri sualda nədir? 10-cu sualda. Hansı birləşmədə etan molekulunda? 10-cu sualda deyir etan molekulunda. 10-cu sualda etan necə yazırıq? Yenə də karbon 2-dir. Hidrogen onun neçə mislindən? 2 mislindən 2 vahid çoxdur. Etan molekulu. Etan alkanların homoloji sırasının neçənci nümayəndəsidir? İkinci nümayəndəsidir. Karbon neçə dənədir? 2 dənə. Aralarında rabitə tək qatdır. Karbonun bir valenti var. 3'ü hidrogendir. Burada da 3. Bizə deyir ki, karbonla karbon arasında sigma elə sp3 ilə sp3'ün neynəməsindən, örtülməsindən bir dənə kovalent necə rabitə var? Qeyri polar rabitə var. Hansı orbitalların örtülməsindən? sp3 ilə sp3'ün neynəməsindən, örtülməsindən yaranır. Yəni bu karbonda sp3 hibrid vəziyyətindədir. Bu da karbonla karbon arasında rabitə kovalent. Bu kovalent neçə dənədir? Bir dənə sigma rabitə var. Kovalent qeyri-polar. Orada təsvirdir hansı orbitalların örtülməsindən yaranır. Bunda biz onu necə çəkirik? sp3 hibrid orbitalı ilə sp3 hibrid orbitalına bir-birinin neynəməsi nəticəsində, örtməsi nəticəsində bir dənə sigma. Karbonla karbon arasında. Cavab nə bənd oldu uşaqlar? Y bəndi. Sonra keçirik propan molekulunda. Propan necə yazır uşaqlar? Propan alkanların homoloji sırasının propan 3-cü nümayəndəsidir. Karbonun qiyməti 3'dür. 11-ci sualı yazırıq. 11-ci sualda karbon 3'dür. Hidrogen onun 2 mislindən 2 vahid çoxdur. Propan qaz halındadır. İzomeri nədir? Yoxdur. Propan molekulunda kimyəvi rabitənin yaranmasında neçə dənə sp3 hibrid orbitalı iştirak edir? Birinci karbon nə hibrid vəziyyətindədir? sp3. 3 dənə karbonun 3'ü də sp3 nə vəziyyətindədir? Hibrid nəyindədir? Vəziyyətindədir. Ümumiyyətlə alkanlarda bütün karbonlar sp3 hibrid vəziyyətindədir. Bu karbonun neçə hibrid orbitalı var? 4. Bu karbonda yenə də 4'də hibrid orbitalı var. Bu karbonda yenə də 4'də hibrid orbitalı var. Deyir propanda neçə dənə sp3 hibrid orbitalı var? 4, 4, 4. Neçədən oldu? 12 dənə hibrid orbitalı var. Nə vəziyyətində? sp3 hibrid vəziyyətində. Hər karbonda S-də bir dənə, P-də 3'də, 4'də hibrid orbitalı var. Və yaxud da şifayı biz bunu açmasıq da, yəni qrafik formulunu yazmasıq da, necə yazırdıq? Karbon 3 dənədir, hidrogen də 8'də. Hər karbon, mina diqqətlə qulaq as, hər karbon nə hibrid vəziyyətindədir? sp3. Bir dənə karbonun neçə hibrid orbitalı var?
4 dənə hibrid orbital var və 3 dənə karbonda 3 vurdum 4-ə. 12 dənə nə orbitalı var? Hibrid orbitalı. Bizdən soruşur ki, hibrid orbitalların nəyi müəyyən elə? Sayını müəyyən elə, sevəndi. 12-ci sualda nə deyir orada? 12-də deyir etan molekulunda. Etan necə yazırıq? Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. Alkanlar C2H6, bəli, karbonun sayı N-dir, hidrogen onun 2 mislindən 2 vahid çoxdur. Neçənci nümayəndədir bu? İkinci nümayəndə. Və bizə deyir ki, kimyəvi rabitənin yaranmasında neçə dənə sp3 hibrid orbital iştirak edir. Karbonlar hamısı nə hibrid vəziyyətindədir? sp3'dür. Bir dənə karbonun neçədə hibrid orbital var? 4 dənə və 2 dənəsində 8-də. Burada da 8 dənə hibrid nə var? Orbital. Nə hibrid vəziyyətində? sp3 hibrid vəziyyətində. Birinci karbon, bu da ikinci. Karbon CH3, bu da CH3. Bu 1, bu da 2. Birinci karbonda sp3 hibrid vəziyyətindədir, ikinci karbonda sp3'dür. 4 də hibrid bunda, 4 də bunda. 8 dənə hibrid orbitalı var. Cavab nə bəndi oldu? D bəndi. Tollul nədir yazır uşaqlar? 13-cü sual. Tollul aromatik karbohidrogenlərin neçənci nümayəndəsidir? İkinci. Aromatik karbohidrogenlərin düsturu necə idi? CN H2-6. Aromatik karbohidrogenlər en böyük bərabərdir 6-dan başlayır. 6 bunların ilk nümayəndəsi benzoldur. C6. 2-dən 6, 12-dən də 6 çıxanda 6. Benzol, benzin kimi yağlı mayedir. Benzol. Amma benzindən fərqli olaraq saf maddədir. İşarələr və indekslər vasitəsilə şərti yazılışı var. Benzol 6 üzlü çəkirik. Ortada 6 elektronlu nə sistem var? Pi sistemi var. Hidrogenin düğünlərində 1, 2, 3. Bir dənə də burada P elektronu. 1, 2, 3. Bir dənə də burada P elektronu. Burada CH, P'sini yazırıq. Buradan da CH, bir dənə P. Buradan da CH, P elektronu. Burada da CH. 6 elektronlu ümumi nə sistem var? Pi sistemi var. Benzol yazdırıq. Deməli, benzolda 6 karbonun 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Hər karbonun hibridləşməmiş bir dənə P'si var. Karbonda əslində bir S var idi. Həyəcanlananda 3-də də P elektronu vardı. P'nin neçəsi hibridləşmədə iştirak eləməyib? Biri. 6 karbon var benzol həlqəsində. 6-sı da nə hibrid vəziyyətindədir? sp neçə? 2. Hər karbonun hibridləşməmiş bir dənə P'si mərkəzdə 6 elektronlu ümumi nə sistemi yaradır? Pi sistemi yaradır. Tollul arenlərin neçənci nümayəndəsidir? İkinci. Toluol. Tollulun ikinci adı nədir uşaqlar? Əzbərdən bilməlisiniz. Metil benzol. Metil benzol necə yazırıq? Benzoldan hidrogenin biri qopur və əvəzinə bir də CH3 metil radikalı birləşir. Metil benzol. 6 dənə karbon burada sp2 hibrid vəziyyətindədir benzol həlqəsində və bir dənə metil radikalındakı karbon nə hibrid vəziyyətində? sp3. Bu arenlərin neçənci nümayəndəsidir? İkinci nümayəndəsi. Karbon 6 da burada, bir də burada. 7. 2 də 7. 14-dən də 6 çıxanda 8. Doğrudan da hansı düstura uyğun gəlir? Sen H2-6 düsturuna uyğun gəlir. Karbon 7-dir. Hidrogen 12 misli 14, 14-dən də 6 çıxanda 8. C7, H8 tollol və ya başqa adı metil benzol arenlərin neçənci nümayəndəsidir? İkinci nümayəndəsidir. Deyir bizdə tollol molekulunda kimyəvi rabitənin yaranmasında neçə sp2 hibrid orbitalı iştirak edir? sp2'ləri soruşur. 6 karbon nə hibrid vəziyyətindədir? sp2. Hər karbonda S-də bir də P-də 2-də. Neçədə hibrid orbital var? 3-də. Hardan biləm? S-də bir dənə, üstü qüvvət kimi baxın, P-də neçədə? 2-də. 3 dənə hibrid orbitalı var hər karbonda. Bəs burada neçədə karbon var? Benzol 6-da. 6-yı 3-ə vuranda 18 dənə sp2 hibrid orbitalı iştirak edir. Bu bir dənə karbona baxmıram. Çünki metil radikalındakı karbon nə hibrid vəziyyətindədir? sp3 hibrid nəyindədir? Vəziyyətindədir. Bir də təkrar edirəm. Benzol həlqəsində. Benzol neydi bu? Həlqəsi. 6 elektronlu ortada nə sistem var? Pi sistemi var. Baxın. Benzol həlqəsində
6 elektronlu pi sistemi var. Düğünlərində 1, 2 CH-lar yerləşir. CH, 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 bir də CH. Burada 6 da karbon var. 6 da. 6 da hidrogen var. Bu karbonun hər karbonun hibridləşməmiş neçə p'si var? 1. S5 deyildi karbonun 4 elektronun neçəsi hibridləşməyib? Onda bu karbonların hər biri nə hibrid vəziyyətindədir? Bu karbonda da hibridləşməmiş bir dənə p'si var, sp2-dir. Burada da yenə hibridləşmədə bir dənə p iştirak eləməyib, sp2. Yenə bu p'nin biri gəldi bura sp2, sp2, bir dənə p. Buradan da bir dənə p iştirak eləməyib, sp2. 6 da karbonun 6'sı da sp2'dir. Hər karbondan bir dənə p elektronu mərkəzə gəlib. 6 elektronlu ümumi nə sistemin yaradı? Pi sistemi. 6 elektronlu ümumi nə sistemi deyirlər ona? Pi sistemi. Pi rabitəsi yox, pi sistemi deyirlər. Pi sistemi. İndi burada S-də bir dənə, P-də 2-də. Hər karbonun, baxın, sp2 hibrid vəziyyətində. S-də bir dənə P. Hər karbonda 3 hibrid orbitalı var. Neçə də hibrid orbitalı var? 3. 6-da karbonun isə 6-yı vur 3-ə. 18 də hibrid orbitalı benzoldadır. Bəs tollol deyəndə necə yazır o? Tollol arenlərin neçənci nümayəndəsidir? İkinci nə idi? Nümayəndəsidir. Tollol arenlərin neçənci nümayəndəsi oldu? İkinci nümayəndəsi. Hidrogenin biri qopdu, bir dənə metil radikalı. 6 elektronlu nə sistem var burada? Pi sistem var. Baxın, düğünlərində CH-lar. Nələr yerləşir burada uşaqlar? CH. Hidrogenin neçəsi əvəz olunub? Neçəsi əvəz olunub? Biri metillə əvəz olunub. Belə yazanda C6H5 buna fenil radikal deyirlər. Nə radikal deyirlər? Bir fenil və bir metil, bax elə də düşür imtahana, bir fenil və bir metildən ibarət olan mürəkkəb maddənin adı nədir? Metil benzol və ya başqa adı nə deyirlər? Toluol. Toluol maye halındadır. Yığanda 6 da karbon burada, bir də burada 7, hidrogende 8-də. Arenlərin neçənci nümayəndəsidir? İkinci. 6 da karbon burada sp2 hibrid vəziyyətindədir. Bir də karbon hansı vəziyyətdədir? sp3. Yan zəncirdəki karbon nə hibrid vəziyyətində? sp3. Bu tərkibidir. Bu nə idi be uşaqlar? Quruluşudur. Bu 6 dənə karbon, 6 dənə karbon. Biz yazırıq C6 H5 benzol həlqəsindəki 6 dənə karbon nə hibrid oldu? sp2. Benzoldan hidrogenin biri qopub metil radikalı birləşib. Metil benzol. Metil radikalındakı karbon sp3. sp2 hibrid vəziyyətində olan orbitalların sayını tap. S-də bir dənə, P-də 2-də. 3 hibrid orbitalı bir karbondadır. Bəs 6 karbonda 3'ü vurmaq lazımdır 6'ya. 18 hibrid nə var orbitalı? Neçə hibrid orbitalı olur? 18 dənə nə orbitalı oldu? Hibrid orbitalı. Aydın oldu. 18 də hibrid orbitalı. Bu da belə. Sonra gəlir benzol. Benzolu az əvvəl izah elədim elə tollanma izah. Benzolda 14'də isə benzol deyir. 18 də hibrid orbitalı 13 deybəndidir. 18-də benzol molekulunda, bəli, biz o demişik 13 izah eləyəndə. Benzolda da arenlərin ilk nümayəndəsidir. Maye halındadır. Bu karbonun 6'sı da nə hibrid vəziyyət? Bir dənə karbonun S-də bir dənə, P-də 2-də 3 də hibrid orbitalı var. 6 da karbonun 6'yı 3'ə vuranda 18 də hibrid orbitalı var. Bəli, benzolda da sp2 hibrid vəziyyətində 18 də hibrid orbital var. Cavab nə bəndə oldu? C bəndi. Keçirik 15-ci sual. O daha asan sualdır. Hamısı asandır uşaqlar. Propan molekulunda karbon atomları arasında sigma rabitə hansı orbitalların örtülməsindən əmələ gəlir? Propanda neçə karbon var? 3. Karbonla karbon arasında, bəli, bu CH3'dir. Bu CH2'dir, bu da CH3. Birinci karbon, ikinci, bir də üçüncü. Karbonla karbon arasında neçə dənə sigma var? 2 dənə sigma. O da sp3 ilə sp3 hibrid orbitallarının bir-birinin eləməsi nəticəsində, örtməsi nəticəsində. Çünki 3 dənə karbonun 3'ü də sp3 hibrid vəziyyətindədir və karbonla karbon arasında 2 dənə sigma var. İkisi də kovalent necə rabitədir? Qeyri-polar rabitə. sp3 ilə sp3'ün neynəməsindən?
örtülməsindən 2 dənədir. Hansı orbitalların örtülməsindən aşağı? SP3 ilə SP3-ün 15-də cavab nə bənd oldu? D bəndi. Sonra 16-ya baxın ora. Sirkə aldehidi. Sirkə turşusu var, bir də sirkə aldehidi var. Aldehidlərdə baxın, aldehid qrupunda karbonil qrupuna hidrogen atom birləşib. Nə atom birləşib? Baxın, karbonil qrupudur. Nə qrupudur bu? Karbonil qrupu necə yazılır? CO. Karbonil qrupuna hidrogen atomu birləşəndə bu olur qrupun adı aldehid qrupu. Aldehid qrupu. Sirkə aldehidin belə yazırıq. Sirkə turşusundan fərqli olaraq bir dənə oksigen azdır. Yəni sirkə aldehidin yazanda CH3, karbon, O, hidrogen. Karbon nömrələndə aldehid qrupunun özündən nömrələyirlər. Etan, al. Aldehidlərin sonu nə şəkil içindən bitir? Al şəkil. Sonra bir dənə də adı var. Sirkə, aldehidi, yox, formaldehid yox. Astaldehid, asitaldehid. Bu aldehidlərin ikinci nümayəndəsidir. Nüm bilirsiniz də, ikinci nümayəndəsidir. Amma maye aldehidlərin, mayələrin ilkidir. Nəyin ilkidir? Mayələrin ilkidir. Bu astaldehid aldehidlərin neçənci nümayəndəsidir? İkinci nümayəndəsidir. Lakin maye aldehidlərin nə idi? İlkidir. Qəbula da belə düşür. Bu aldehid. Aldehidlərin indi deyir sirkə aldehidində neçə sigma, neçə pi rabitəsi var. Göründüyü kimi burada neçədə pi rabitəsi var? Bir dənə. Sigma nə ilə arasındadır? Karbonla hidrogen arasında 3 dənə. Baxın, bu karbonla hidrogen arasında 3'də. Bir dənə burada 4, bir dənə də burada 5, bir dənə də burada 6'da. İstiyorsunuz biraz da açıq şəkildə yazaq. Karbon neçədən yazdı? 2 dənə. Sonra birinci karbon aldehid qrupunun. İkinci karbonun valenti 4 olmalıdır. 1, 2, 3. Bu da neçə oldu? 4. Biraz da. Bura hidrogen atomları birləşib. Nə atom birləşib? Bu sirkə aldehidinin quruluşudur. Nə idi bu? Bu nə rabitəsidir? Sigma. Bu da sigma. Bu da sigma. Sigma. Burada sigma. Bu rabitə nə rabitəsidir? Pi. Bu da sigma. Sigma 1, 2, 3, 4, 5, 6 da sigma. Və bir dənə də nə rabitəsi var? Pi rabitəsi. Yəni belə də görmək olur, açanda da başa düşmək olur. Aldehid qrupundakı karbon nə hibrid vəziyyətindədir? sp2, pini yaradan pp'dir. Hibridləşmədə neçədə p iştirak eləmir? Bir dənə. Və digər karbonlar isə nə hibrid vəziyyətində? sp3 nə vəziyyətindədir? Hibrid vəziyyətindədir. Sonra hansı maddə molekulu xətti quruluşa malikdir? Xətti quruluşa malik 6 sigma 1 pi sevəndi. Neçənci sualdır? 16-cı sualın cavabı sevəndi. Sonra 17-yə baxırıq. Hansı birləşmə molekulu xətti quruluşa malikdir? Uşaqlar, burada A bəndində yazıb amonyak və bir də su yazıb. Su hər dəfə deyirəm kör bucaqdır. Hansı bucaqdır? Ən çox istifadə elədiyim söz su, bucaq quruluşa malikdir. 90-dan böyük olan bucaq kör bucaqdır və suyun bucağını hər kəs əzbərdən bilməlidir. 104,5 dərəcəli bucaq var. Artıq bu bucaq quruluşa malik olduğuna görə bu bəndə baxmağa ehtiyac yoxdur. Və eyni zamanda bilirsiniz ki, amonyak bucaq quruluşa malikdir. Bölünməyən nə cütü var? Baxın, bölünməyən nə cütü var? Elektron. Və burada bucaq nə qədərdir? 107,3 dərəcəli bucaq var. Amonyak da bucaq quruluşa malikdir. Bu bəndə getdi. Su da bilirsiniz kör bucaqdır və sudakı oksigen nə hibrid vəziyyətində? Amonyakdakı azot nə hibrid vəziyyətində? Dönə-dönə demişəm, suda 4D hibrid orbitalının neçəsi kimyəvi rabitə yaradır? İkisi. Biri, ikisi də sərbəstdir. Neçəsi sərbəstdir? Bəs amonyakda isə 4D hibrid orbital var. 4'ün neçəsi kimyəvi rabitə yaradır? 3'i. Neçəsi sərbəstdir? 1'i. Burada 107,3 dərəcəli bucaq var. Burada isə 104,5. Hər ikisi sp3 olduğuna görə tetraedrik quruluşa malikdir. Neçə təpəli? 4 təpəli. Amma ikisində də bunda 2 də sərbəst hibrid orbital var. Bunda da bir dənəsi sərbəst olduğuna görə düzgün olmayan tetraedrik quruluşa malikdir. Yəni hansı quruluşa malikdir? Düzgün olmayan tetraedrik quruluşa malikdir. Digəri nə gəlirdi uşaqlar? Digəri B bəndində 3-cü qrup bor,
neçə klorid verib? 3 klorid. Sizə öyrətmişdim ki, 3-cü qrupun A yarım qrupunda olan birləşmələr sonu necə qurtarırdı? NS2, MP1. Onlar da həyəcanlananda 3 valentli olmaq üçün enerji alır. Enerji alanda S-dəki elektronlardan biri P-nin necə orbitalına keçir? Boş orbitalına. S-də 1 elektron və 2 də P-də elektron qalır. 3-cü qrup bor 3-cü qrupa aiddir. Birləşmələrdə hibridləşib nə hibrid vəziyyətini alır? SP2. Baxın, nə hibrid vəziyyətində olur? S-də bir dənə, P-də də 2-də. SP2 hibrid vəziyyətində olanda müstəvi üçbucaqlısıdır. 120 dərəcəli bucağa əmələ gətirir. Neçə dərəcəli bucağa əmələ gətirir uşaqlar? 120 dərəcəli bucaq. Baxın, 3-cü qrup bor, neçə bor xlorid deyirlər. Bor 3 xlorid yoxsa bor xlorid? Bor sabit valentli elementdir. Bor deyirəm, brom yazıram. Bor xlorid deyirlər ona, xlorid. Bir də təkrar edirəm. 3-cü qrup. 2-ci qrupun A yarım qrupu var. Bir də 3-cü qrupun A yarım qrupu. 2-ci qrupun A yarım qrupunun sonu necə idi? NS2, MP0'dır. Amma onlar birləşmələrdə neçə valent olurlar? 2 valent olduğuna görə həyəcanlananda S-dən bir dənə keçir P-yə. Beləliklə hibridləşmədə bir S və bir də P elektronu iştirak edir. SP hibrid vəziyyətində. Neçə hibrid orbital əmil? 2. İkinci qrupun A yarım qrupu birləşmələrdə SP hibrid vəziyyətində olur. SP hibrid vəziyyətində 2 hibrid orbitalı olanda onlar da 180 dərəcəli bucaq əmələ gətirir, xətti qurulur. Amma 3-cü qrup isə birləşmələrdə 3-cü qrupun sonu NS2 MP1 sonluğu ilə bitir. Həyəcanlananda S-dən bir dənə hara gəlir? P-yə. Və S-də bir dənə olur, P-də neçədə olur? 2-də. Hibridləşmədə bir S və 2-də də P elektronu iştirak edir. 3-cü qrupun birləşmələri SP2 hibrid vəziyyətində olur. Nə hibrid vəziyyətində? SP2, S-də bir dənə, P-də 2-də. Neçədə hibrid orbital olur? 3 və burada 120 dərəcəli nə olur? Bucaq. Neçə dərəcəli bucaq olur? Müstəvi üç bucaqlısı. İndi bor yazı, bor xlorid. Bor neçənci qrupa aiddir? 3-cü qrup. 3-cü qrup birləşmələrdə nə hibrid vəziyyətində olur? SP2. SP2 olanda neçə dərəcəli bucaq olur? 120. Bax, təsəvvür edin, bordur. Xlor. Baxın, 120 dərəcəli bucağı gör necə çəkir. Xlor. Da xlor. Kovalent hansı rabitə? Polar. Kovalent polar. Burada da kovalent polar. Bunların arasında 120. Neçə dərəcəli oldu? 120. Bu da 120. Bütövlükdə 360 dərəcə oldu, olmadı. İndi bu SP2 ilə nəyin örtülməsindən? P-nin örtülməsindən neçədə sigma rabitə var? 1, 2, bu da 3. SP2 deyəndə, baxın, burada karbon, bor deyirəm, karbon yox, bor. Nə hibrid vəziyyətindədir? SP2, S-də bir dənə, P-də 2-dən. Neçədə hibrid orbital var? 3 dənə. SP2 ilə borla xlor arasında 3 də sigma rabitə var. O da SP2 ilə nəyin örtülməsindən? P-in örtülməsindən. Bucaq quruluşdur bu. Necə quruluşa malik? Bucaq quruluşa malikdir. Kükürt 4 oksinin onu ayrıca öyrətmişdim. Kükürt 4 oksini necə çəkirdi? Kör bucaqdır o da. Kükürt 4 oksini. Və burada bucağı öyrətmişdim sizə. 119,5 dərəcəli bucaq var. Bir də bölünməyən nə cütü var idi? Burada 2 dənə pi rabitəsi var idi. 2 də sigma. Hətta bucağın işarəsini çəkirdi. Bucaq, oksigen, kükürt, oksigen arasında 119,5 dərəcəli bucaq var. Buradakı kükürt də yenə SP2 hibrid vəziyyətindədir. S-də bir dənə, P-də 2-də. Neçədə hibrid orbital? 3 dənə ikisi sigma rabitə yaradır. Biri də sərbəstdir, bölünməyən nə cütü saxlayır. Biri sərbəstdir, örtülməyib. Bölünməyən nə cütü saxlayır. SP2 hibrid vəziyyətində olanda əslində 3 hibrid orbital olduğuna görə 120 dərəcəli nə olmalıydı? Bucaq. Amma bu hibrid orbitalların ikisi kimyəvi rabitə yaradır. Biri yaratmadığı üçün bucaq 119,5 dərəcə olur. Fikrimi çatdırmalıyam, bax sizə. Baxın, əslində SP2 hibrid vəziyyətində olanda neçədə hibrid orbital olur? 3 dənə. Orada rabitələr arası bucaq nə qədər olur? Niyə görə bəs bu 119,5-dir? O hibridin neçəsi sərbəstdir? Bölünməyən nə cütü saxlayır? Neçəsi kimyəvi rabitə yaradır?
Baxın sp2 ilə nə arasında? P arasında bir sigma. Burada da sp2 ilə P arasında ikinci sigma. Burada sigma rabitələr sp2 ilə nəyin örtülməsindən əmələ gəlib? P-nin örtülməsindən əmələ gəlib. Bu da bucaq quruluşa malikdir. Deməli, amoniak bucaq quruluşa malikdir. Bax, su olan bəndlərə atırıq. A bəndində, bax, bir də təkrar edirəm. Amoniakla su var idi. Su görən kimi bildik ki, 104 dam, onda 5 dərəcəli bucaqdır. Amoniakdakı azot da 107,3 dərəcəli bucaq A bəndini götürmürük. Sonra Y bəndində yenə də amoniak var uşaqlar. Amoniak bucaq quruluşa malikdir. 107,3 dərəcəli bucaq var. Amma asetilin isə yeganə karbohidrogendir ki, etin və ya asetilen hansı quruluşa malikdir? Xətti quruluşa malikdir. Çünki orada 2 dənə karbon var. İkisi də nə hibrid vəziyyətindədir? sp hibrid vəziyyətindədir. Baxın, pini yaradan pp elektronlardır. Bu da sp-dir, bu da sp-dir. Hibridləşmədə 2 hibrid orbitalı, burada da 2 dənə orbitalı var. Hibrid orbitalı var. Amoniaka görə atdıq. Cavab nə bəndə oldu orada uşaqlar? D bəndi. D bəndində nədir? Berilyum, xlorid. Berilyum neçənci qrupdur? İkinci qrup nə hibrid vəziyyətində olur? sp. S-də bir dənə, P-də bir dənə xətti quruluşa malikdir. Və bir də B bəndində, B deyil, o daha doğrusu D-dir. D bəndində berilyum, xloridi və bir də karbon neçə oksidir? 4 oksidir. Berilyum ikinci qrupun nə yarım qrupudur? Sonu necə idi? Həyəcanlananda S-dən bir də hara gəldi? P-yə. Neçə dəfə həyəcanlana bilir? Bir dəfə. S-də bir dənə, P-də də bir elektron qaldı. Və hibridləşmədə bir S və bir də P elektronu iştirak edib. Nə hibrid vəziyyətindədir? sp. Berilyum xətti quruluşa malikdir. Xlorid. 2 də xlorla birləşir. Metal və qeyri-metal nə rabitəsi? İon. Bu da ion rabitəsi. Nə hibrid vəziyyətində oldu? sp. Neçə hibrid orbitalı var? 2. 180 dərəcəli nə var burada? Bucaq. İkinci qrupun A yarım qrupunda olan elementlər xətti quruluşlu birləşmələr əmələ gətirir. Sonra karbon 4 oksində az əvvəl çəkmişdik. Karbon 4 oksidi, karbon dioksid, karbon qazı. Karbonun valenti 4-dür. Kumülə olunmuş vəziyyətdədir. Kumülə nə deməkdir? Bir dənə karbona neçədən 2 qat rabitə birləşib? 2-dən. Bura oksigen, bura oksigen. Bu nə rabitəsidir? Pi. Bu da nə rabitəsi? Pi. Pini yaradan pp nələri? Elektronlarıdır. Bəs indi hibridləşmədə neçədə P iştirak eləmədi? 2-də P iştirak eləməyibsə, bu nə hibrid vəziyyətində? sp ilə P-nin örtülməsindən, bu da sp ilə P-nin örtülməsindən neçədə sigma var burada? 2-də. 180 dərəcəli bucaq xətti quruluş. Yəni hər bənddə, bir bənddə su var, digər bənddə metan var. Metan alkanlara aiddir. Alkanlar sp3 hibrid vəziyyətindədir. Tetraedrik quruluşa malikdir. Neçə təpəli? 4 təpəli. 4 də hibrid orbitalının 4-ü də kimyəvi rabitə yaradır. Yəni sp3 ilə nəyin örtülməsindən, S-in örtülməsindən neçədə sigma var burada? 4 dənə. Düzgün tetraedrik quruluşdur. Aydındır. Xətti quruluş D bəndində oldu. 18-də hansı birləşmələr sp hibridləşməsi mövcuddur? Sp hibridləşmə mövcud olan maddələr necə quruluşa malikdir? Xətti quruluşa malikdir. Deməli, A bəndində ola bilməz. A bəndində yazıb C2H4. C2H4 qazdır və bu maddənin adı nədir? Eten və ya nə deyirlər ona? Etilen. Etilen. Eten və ya etilen. Karbon 2 dənə və hidrogen. Bir dəqiqə. Eten və ya etilen birinci karbon, pini yaradan pp elektronlar. Bu karbon nə hibrid vəziyyətində? sp2, bu da sp2-dir. Bizə lazımdır sp olsun, bu olmadı. Həm də bor, floriddir bu. Bor neçənci qrupdur? 3-cü qrup. 3-cü qrupdakı elementlər nə hibrid vəziyyətindədir? sp2. Çünki hibridləşmədə az əvvəl dedim, onlar 3-cü qrup. Bor neçənci qrupun hansıdır? Bor 3 deyirlər, ya bor florid deyirlər. Boru çəkirlər, baxın, 1, 2, 3, flor, flor. 3-cü qrupun sonu necə idi? NS2, MP1. Amma həyəcanlanmalıdır. S-də bir dənə, P-də 2 də qalır. Onlar da hibridləşəndə S-in 1,
S və 2P iştirak edir hibridləşmədə. sp2 hibrid orbitalı 1, 2, 3 də hibrid orbitalı əmələ gəlir. sp2 hibrid vəziyyətində olanda, burada bor sp2 hibrid vəziyyətində olanda 120 dərəcəli bucaq olur. Müstəvi üçbucaqlısı. Nə üçbucaqlısı? Bu sp2 ilə nə arasında? Baxın, sp2 ilə P arasında neçədə sigma var burada? Florun bir də elektronu var, P-dir. sp2 ilə P arasında 3 də sigma var. Neçədə sigma? Bizə lazımdır sp. sp hibrid vəziyyətində olan metan da ola bilməz. Metanda karbon o bəndi də götürmürük. C bəndində su var. Sudakı oksigen nə hibrid vəziyyətindədir? sp3. Bizə lazımdır sp. Həm də metanda karbon nə hibrid vəziyyətindədir? sp3. Bunlar getdi. Biz xətti quruluş axtarırıq. Xətti quruluşda olan D bəndindədir. D bəndində astilendir, etin və ya nə deyirlər ona, astilen və bir də ikinci qrupdakı birləşmələr, ikinci qrupdakı elementlər sp hibrid vəziyyətli birləşmələr əmələ gətirir. Baxın, astilen deyəndə neçə qat rabitə yazırıq? 3 qat. Bu karbon pini yaradan pp'dir. Nə hibrid vəziyyətindədir? sp, burada sp. Bu karbonlardakı, berilyumdakı nə hibrid vəziyyətindədir? sp. İkinci qrup, bir də təkrar edirəm, sonu necə idi? ns2, mp0-dır. Həyəcanlananda S-dən bir elektron hara gedir? P-yə. Və beləliklə S-də hibridləşmədə S-də 1, P-də də 1 elektron iştirak edir. sp hibrid vəziyyətində neçədə hibrid orbital olur? 2-də 180 dərəcəli bucaq əmələ gətirir. Cavab D bəndi 18.